Allah bütün dünyanı odla hökm edəndə bəşəriyyət üçün xilas yolunu necə açacaq? Bugün gəlin iki hökm və Pasxa adlı moizə ilə Allahın kəlamını öyrənək və müqəddəs kitabla bu xilas yolunu təsdiqləyək ki, hamımız ona sadiq şəkildə əməl edə bilək. 오늘 두 가지 심판과 유월절이라는 주제를 가지고 여러분과 함께 하나님 말씀 살펴보도록 하겠습니다. İki hökm Nuhun daşqını dövrünə, yəni Allahın dünyanı ilk dəfə su ilə hökm etdiyi vaxta və son günlərdə dünyanı yenidən odla hökm edəcəyi vaxta aiddir. Əminəm ki, hamınız müqəddəs kitabda qeyd olunmuş bu həqiqətləri xatırlayırsınız və onlarla tanışsınız. Dünya nə üçün hökm olunacaq? Gəlin Allahın dünyanı hökm etdiyi dövrlərə nəzər salaq. Nuhun günləri, Sodom və Homorranın günləri və axır günlər. Bütün bu dövrlərin ortaq cəhəti nədir? Bu dövrlərin hər birində xalqın hamısı üsyankar, Allahdan uzaq, pis və əxlaqsız idi. Bu cür sosial fenomen o dövrdə mövcud idi. Dua edirəm ki, bugün Nuhun, Sodom və Homorranın günlərində, hətta axır günlərə qədər düşmənimiz şeytanın insanları Allahdan uzaqlaşdırmaq üçün pis planlar qurduğu həqiqətini dərk edə bilək. 이 마지막 시대에도 펼친다는 것을 깨우칠 수 있는 또 이 시간이 되길 바라겠습니다. İki hökm və Pasxa adlı moizə mövzusunda Allahın kəlamını öyrənməyə İbranilərə məktubunun fəsil 11-ci ayə 6 ilə başlayaq. Gəlin İbranilərə məktubunun fəsil 11-ci ayə 6-dakı sözlərə nəzər salaq. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Müjdə yolunda getdikcə daim dünyanın təsiri altında oluruq. Biz ətraf mühitə, ətrafımızdakiların düşüncə tərzinə, həyat tərzlərinə və cəmiyyətimizin müxtəlif adət-ənənələrinə çox asanlıqla qərq olur və uyğunlaşırıq. Allah bizi yeni məxluqa çevirmək üçün daim işləyir. Onun bizə dair iradəsi və arzusu var. Sizin belə insan olmağınızı istəyirəm. Buna rəğmən tez-tez dünyanın təsirinə düşürük. Lakin imanla bütün bu təsirlərin öhdəsindən gələ bilərik. Bəs imanımız yoxdursa, mənəvi həyatımız hara doğru gedəcək? Ürəklərimiz hara çəkiləcək? Qaçılmaz olaraq dünyaya baxıb düşünəcəyik. Axı hamı belə edir. Onda Allahın istədiyi həyatı yaşamaq, yəni yenidən doğulmuş insan olmaq çətinləşir. Məhz iman bizi dünyəvi təsirlərdən qoruyur. Çünki iman həyat məqsədimizi Allahın padşahlığına yönəldir. Elə deyilmi? Davam edək. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, o var və onu axtaranlara mükafat verir. Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salihliyi irs olaraq aldı. Yazılıb ki, Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. Hər kəs hələ görmədiyimiz şeylərə inanmaq asandırmı? Bütün dünyanın tamamilə su ilə örtülmüş mənzərəsini təsəvvür edin. Bu, heç birimizin hətta bu günə qədər belə şahidi olmadığı bir şeydir. Nuhun dövründə bütün dünya su altında qalmışdı. Təsəvvür edə bilərsinizmi? O dövrdə belə bir şey təsəvvürün həddini aşırdı. Buna görə İbranilərə fəsil 11-də bunlar hələ görünməyən şeylər adlanır. Eynilə Allahın dünyanı odla tam mühakimə edəcəyi gələcək hadisə də heç vaxt görmədiyimiz bir şeydir. Bütün dünya alov içində olacaq, bu ağlasığmaz bir tamaşa deyilmi? Amma yazılara görə Nuh buna inanırdı. O inanırdı və nə hazırladı? O, gəmiyə Allahın əmri üzrə hazırladı.
Yaradılış 6-cı fəslin 9 ayəsinə baxaq. Yaradılış 6-cı fəslin 9 ayəsi. 말씀 함께 보겠습니다. Nuhun tarixçəsi belədir. Nuh salih və öz nəsli arasında qüsursuz bir adam idi. 완전한 자라. O, Allahla bir yol gedirdi. 하나님과 동행하였으며 그가 세 아들을 낳았으니 Nuhun 3 oğlu oldu, Sam, Ham və Yafes. 때에 온 땅이 Dünyanın vəziyyəti necə idi? 하나님 앞에 어떠했다고요? Ancaq Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. Əxlaq və mənəviyyat baxımından bütün dünya son dərəcə pis və pozğun olmuşdu. 너무나도 참 악하고 음란한 이런 어떤 입장이 되니까 12절에요. Gəlin 12-ci ayəyə baxaq. Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı. Allah Nuh'a dedi, önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də mən onları yer üzü ilə birgə məhv edəcəyəm. Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. Allah bu sözlərlə Nuh'a gəmi hazırlamağı buyurdu və təmizlə natəmizi ayıraraq hər heyvandan bir erkək dişi cüt gəmiyə gətirməyi tapşırdı. 각각 그 함수 한 상씩 그 방주 안으로 드릴 수 있도록끔 이렇게 이제 하나님께서 다 명하셨던 것이죠. 21 ayədə davam edək. 너는 먹을 모든 Həmçinin özünlə birlikdə hər cür azuqa götürüb yanına yev ki, sənin və onların yeməyi olsun. 식물이 되리라. 노아가 그와 같이 하되 Nuh hər şeyi etdi. Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi. Allahın dünyanı su ilə necə mühakimə edəcəyini təsəvvür edə bilməsə də, Nuh Allahın bütün əmrlərini sədaqətlə yerinə yetirdi. 속에서도 노아는 하나님께서 명하신 바를 그대로 준행했습니다. 마치 Bu, bugün Allahın əmrinə itaətimizlə eyni prinsipdir. 복음을 전파하라. 하나님의 말씀 Samariyada və yer üzünün qurtaracağına dək müjdəni təbliğ edin. Bugün biz pis və zinakar bir nəsildə yaşayırıq. 살고 있습니다만 하나님께서 Lakin belə bir dünyada belə Allah sevimli övladlarını xilas etməyə çalışır. 그들을 구원하기 위해서 하나님께서 Allah dünyanı su ilə mühakimə etməzdən öncə gəmi hazırladığı kimi, bu son günlərdə də hamının girməsi üçün Siyonu hazırlayıb. 시온을 또 예비하셔서 모두가 다 시온으로 들어올 수 있도록끔 전 Həmçinin bunu bütün dünyaya elan etmək kimi dəyərli missiyanı bizə həvalə etməyibmi? 또 복음의 사명까지 허락하지 않았습니까? Bugünkü mesajdan götürəcəyiniz ən vacib məqam budur ki, Nuh heç vaxt belə şeylər görməsə də, 못했던 일들이라 할지라도 Allahın sözünə olduğu kimi inandı və hər şeyi tapşırıldığı kimi etdi. 그대로 믿고 모든 일들을 준행했다는 것입니다. 앞으로 불러서 온 세상을 심판하시겠다. Eyni ilə bütün dünyaya odla gələcək mühakimədə heç vaxt şahidi olmadığımız bir hadisədir. 그러나 노아처럼 우리도 Məhz bu səbəbdən biz də Nuh kimi bu dövrdə xilasımıza hazırlaşmalıyıq. 시온으로 못 백성이 다 돌아올 수 Biz 있도록 bütün xalqlara yol göstərməliyik ki, Siyona qayıda bilsinlər. 오늘 제목이 두 가지 Bugünkü mesajın adı iki hökm və pasxarıdır və biz bu iki hökmün şərtlərinin olduqca oxşar olduğunu aşkar edə bilərik. 하는 것을 우리가 또 발견할 수 있습니다. 베드로서 Gəlin 2. Peter kitabının 3-cü fəslinin 6-cı ayəsinə nəzər salaq. 베드로 2. Peter fəsli 3-cü fəsil 6-cı ayə. Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu. 멸망하였으되 노아 Bu, 때에 Nuhun dövrü haqqında izahatdır. 설명하고 있는 부분이죠. 이제 İndiki yer və göylər isə həmin kəlamla. 동일한 Allahın dünyanı su ilə mühakimə edərkən verdiyi kəlam onun kəlamı idi və bu dünyanı odla mühakimə edəcəyi barədə bəyanatı da onun kəlamı ilədir. 불로서 이 세상을 심판하시겠다는 것도 하나님의 말씀이십니다. İndiki yer və göylər isə həmin kəlamla. 불사르기 위하여 O da təslim olmaq üçün təyin olunub, Allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. 경건치 아니하는 사람들과 심판과 멸망의 날까지 하나님께서 보존하고 계신다고 했습니다. 결국 Nəticədə bu dünyanın Allahsız insanları Nuhun günlərində olduğu kimi mühakiməyə məruz qalacaqlar. 노아 때처럼 다 심판받을 대상들입니다. Ona görə də onların əməllərini təqlid etməyə, həyat tərzini izləməyə heç bir səbəbimiz yoxdur.
Axı hamı belə edir, heç nə olmur ki, deməməliyik. 이럴 것이 아니라 Hər şeydə meyarımız həmişə Allah olmalıdır. 모든 기준이 하나님이 돼야 되겠고 Həmişə soruşaq, Allah necə görür? 하실까를 생각할 줄 아는 우리가 Məgər doğru deyilmi ki, yalnız o zaman düzgün imanla sona qədər sadiq qala və Nuhun aldığı xilasa şərik ola bilərik? 동참할 수 있지 않겠습니까? 9 ayə ilə davam edək. Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. 저희를 대하여 어떻게 해요? Çünki o heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. 이르기를 원하신다고 했습니다. Allah onun arzuladığı doğru iman meyarında möhkəm durmağımızı, dünyaya qalib gəlməyimizi, 세상을 극복하고 자신의 모든 hər zəifliyimizi yenməyimizi və şeytanın bütün sınaq və hilələri üzərində daima zəfər çalmağımızı gözləyir. 항상 승리하는 이와 같은 위치에 서기를 하나님께서는 기다리고 계십니다. Ayə 10. 그러나 주의 날이 Rəbbin günü isə oğru kimi gələcək. 그날에 O gün göylər böyük gürültü ilə aradan qalxacaq. 체질이 Ünsürlər yanaraq məhv olacaq. 땅과 그 중에 Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. 이 모든 것이 이렇게 Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? 마땅하뇨. 여기도 보니까 Buradan göründüyü kimi Allah nə cür həyat tərzini vurğulayır. 앞세웠습니까? Müqəddəs həyat sürməli, mömin olmalısınız. Müqəddəs kitabdakı bu hissələr bizə Nuhun, Sodom və Homorranın günlərində baş verənləri göstərir. 현실에서 너무 무뎌져 있고 İnsanlar ilahi davranışa laqeydləşdikcə və möminlikdən uzaqlaşdıqca Allah onları daim hökmü ilə idarə edirdi. 다스렸다는 것을 성경을 통해서 우리가 확인할 수 있는 대목들입니다. Ayə 12. Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər, fiziki bədənimiz yanıb əriyəcək. 체질이 우리 육체가 뜨거운 불에 녹아지려니와 우리는 그의 약속대로 Amma biz Allahın vədinə əsasən salihliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. 여러분 이와 같은 그 광경 상상이 됩니까? Belə bir səhnəni təsəvvür edə bilirsinizmi? 하늘이 Bəlkə də soruşursunuz, ünsürlər necə əriyə bilər? Göylər necə odla məhv ola bilər? 방주를 예배하라 일러 주시고 Hətta Allah Nuha gəmi düzəlt deyib, içəri girməyi əmr edəndə belə. 이 지구를 İnsanlar düşünürdülər ki, dünyada bütün yer üzünü örtəcək qədər su haradan gələ bilər. Ağlasığmaz bir səhnədir. Lakin Nuh Allahın sözünə inandı, çünki bu onun sözü idi və hər şey əmr olunduğu kimi etdi. Eynilə biz də Allahın dünyanı odla mühakimə edəcəyinə inanmalı və onun əmri ilə Siyona girməliyik. 명하신 시온으로 들어가고 이 세상을 본받지 말고 이 세대를 Bu dünyanın nümunəsinə uymayın və bu nəslin yollarını öyrənməyin. 따라서 경건함과 거룩함 İnanıram ki, bu təlimlərə əsasən iman səyahətimiz təqva və müqəddəslik içində inkişaf etməlidir. 13 ayə ilə davam edək. 우리는 그 Amma biz Allahın vədinə əsasən salihliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. 사랑하는 자들아 너희가 Buna görə sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin. 평강 가운데 나타나기를 힘쓰라고 했습니다. Bəs bu işdə daha çox səy göstərib çalışmamalıyıqmı? 수고할 줄 아는 그런 우리가 돼야 되지 않겠습니까? Allah əmr etdi ki, dövrün sonunda dünyanı odla mühakimə etməzdən əvvəl müjdəni hər kəsə tez təbliğ edək. 사람들에게 빨리 복된 기별을 Paylaşmalı olduğumuz müjdə budur, çünki o vaxt mütləq gələcək. 시간은 틀림없이 올 거니까. Matta müjdəsi 28-ci fəsil 18 ayəyə baxaq. Matta 28-ci fəsil 18 ayə. İsa yaxınlaşıb onlara dedi, göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir. Beləliklə gedin, bütün millətləri mənim şagirdim edin, onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna qədər hər gün sizinləyəm. Sizə əmr etdiyim hər şey barədə bizə nə deyilir? Onlara itaat etmək əmr olunub. Həmçinin gedib bunu hər millətə təbliğ etməyi əmr etdi.
Nuhun dövründə Allah dünyanı su ilə mühakimə etməzdən əvvəl hər canlıya fürsət vermişdi. 하나님께서 모든 생명체는 Lakin üsyankar həyatlarına görə insanlar Allahın sözlərini lağa qoyur, onlara xor baxırdılar. 하나님께서 말씀하신 것을 조롱하고 비웃고 또 Onlar Xizqiyanın dövründə də Allahın kəlamını lağa qoydular, bu dövrdə də lağa qoyub xor baxmağa davam edirlər. 조롱하고 비웃고 말이에요. 하나님께서 Onlar Allahın verdiyi heç bir göstərişə və ya rəhbərliyə qulaq asmırlar. 방향에 대해서는 Amma ölüm onların qapısının ağzında olanda və nəhayət ağlı başlarına gəlib mən gəmiyə çatmalıyam deyə düşünəndə onların getməsi mümkün olacaqmı? 그래서 방주로 가야지 갈 수 있습니까? 갈 수 Bu mümkün deyil. 됩니다. 그래서 Məgər bir çox Sion ailə üzvü indi bu xəbəri eşitməyənlərə müjdəni təbliğ etmək ürəyi ilə xaricə getmirmi? 듣지 못한 사람들에게 복음을 전해야 되겠다는 이 마음을 가지고 지금 나가고 있는 것 아니겠습니까? 하나님 Gəlin Yeşaya 43-cü fəsli açıb və sözünü oxuyaq. Allah dünyanı odla mühakimə edəndə bizi xilas edəcək. 말씀을 이사야 43장 열어보도록 합시다. Bu xəbər çox dəyərli və mübarəkdir. 귀하고 복된 소식입니다. Gəlin Yeşaya 43-cü fəslin bir ayəsindəki Allahın sözünə baxaq. İndi isə ey Yaqub, ey İsrail, səni yaradan, sənə həyat verən Rəbb belə deyir. Qorxma, çünki mən səni satın aldım, səni adınla çağırdım, sən mənimsən. 내가 너를 구속하였고 내가 너를 지명하여 불렀나니 Dərin sulardan keçsən belə mən səninlə olacağam. Çaylardan keçəndə batmayacaqsan, odun içindən qaçsan belə yanmayacaqsan, alov səni məhv etməyəcək. 침몰치 못할 것이며 내가 불 가운데 행할 때에 타지 아니할 것이요 불꽃이 너를 사르 Çünki mən sənin Allahın Rəbbəm, İsrailin müqəddəsiyəm, sənin xilaskarınam. 이스라엘의 Misri sənin üçün fidyə, Kuş və Seva ölkələrini sənin azadlığının əvəzinə verdim. 야곱을 너의 속량물로 Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə səni sevdiyim üçün sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm. 너를 사랑하였은즉 내가 사람을 주어 너를 바꾸며 Qorxma, mən səninləyəm. 생명을 대신하리라. 두려워 마라. O, bu mesajı bu gün də bizə çatdırmağa davam edir. 계속 지금 말씀을 주고 있습니다. 자, Suyun və odun ortasında o nə edəcəyini deyir. 어떻게 하신다고요? 함께 하시고 O, 거기서 bizimlə olub bizi hər şeydən qurtaracağına söz verdi. 약속을 했습니다. 예, Gəlin Məzmur 91-in 7 ayəsinə baxaq. Məzmur 91-in 7 ayəsi. Yanında 1000 nəfər, sağında 10.000 nəfər qırılsa, sənə xətər dəyməz. 이 재앙이 내게는 가까이 어떻게 한다고요? 못할 것이다 하고 했습니다. 오직 Gözlərinlə baxacaqsan, pislərin cəzasını görəcəksən. 내게 보이리로다. 내가 말하기를 Ya Rəbb, sığınacağımsan dediyin üçün, haqq Taalaya sığındığın üçün şərə düçar olmazsan, bəla çadırından uzaq qaçar. 화가 내게 미치지 못하며 재앙이 내 장막에 가까이 오지 못하리니라고 했습니다. 이 Allah bizi fəlakətdən qoruyacağına söz verməyibmi? 막아 주신다고 약속이 계시지 않습니까? Gəlin Allahın Sion övladlarını necə qoruyacağını bəyan etdiyinə baxaq. 시온의 모든 자녀들을 어떻게 대하신다고 하셨는지 Su ilə hökm və odla hökm bəşəriyyətin əvvəl görmədiyi hadisələrdir. 심판도 불심판도 우리 인류가 한 번도 보지 못한 일들입니다. Lakin bu hadisələr tam olaraq Allahın sözünə görə baş verəcək, buna görə də bizə hazırlaşmaq əmr olunub. 예비하고 준비하라고 했습니다. 자, 물 가운데서도 불 가운데서도 Gəlin Çıxış kitabının 12-ci fəslinə nəzər salaq və onun bizi su və od arasından necə xilas edəcəyinə dair vədini oxuyaq. 보도록 하겠습니다. Çıxış 12-ci fəsil 11 ayəyə baxaq. 살펴보도록 합시다. Onu belə yeyin, beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin pasxasıdır. 뭐라고요? 여호와의 유월절이니라. 11-ci ayə. 내가 그 밤에 Mən isə o gecə Misir torpağından keçəcəyəm. 사람과 Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. 함께 벌을 Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb mənəm. 내가 애굽 땅을 칠 때 Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq.
표적이 될 때 Qanı görəndə, 내가 Allah quzu qanını qapıların yan və üst çərçivələrinə sürtməyi əmr etdi. O, qanı görəndə nə edəcək? Yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu vəd təxminən 3500 il əvvəl yalnız Misir torpağında yerinə yetən vəd deyil. 14-də Allah nə deyir? Bugün sizin üçün xatirə günü olacaq. Bu hansı gündür? Bu, Pasxa bayramıdır. Və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən nəslə əbədi qayda olaraq onu bayram edin. Beləliklə, Pasxa Allahın vədinin zəmanəti kimi görülə bilər. Pasxada Allahın Sion övladlarını həmişə qoruyacağına dair böyük vəd var. İstər su ilə, istər odla, istərsə də başqa bir vəziyyətdə olsun. Buna görə də xaricə getdiyiniz zaman Pasxanın tarixi haqqında geniş məlumat verməyinizi və onu niyə qeyd etməli olduğumuzun səbəbini tam izah etməyinizi xahiş edirəm. Nuh görünməyən şeylərə hazırlaşdığı kimi, Allah da görünməyən şeylərə hazırlaşmaq üçün bizə Pasxanı verdi. O, bütün bəşəriyyətin onun bayramlarının qeyd olunduğu Siyona qayıtması üçün yol hazırlayır. Çıxış kitabının 12-ci fəslində o vəd edir, yan keçəcəyəm. Sizə məhvedici bəla gəlməyəcək. Allah bu vədi bizə indi hansı vasitələrlə verir? Məgər Allah bizə bu vədi Pasxa vasitəsilə vermirmi? Buna görə də Zəbur 91-ci fəslində yazılıb, yanında 1000 nəfər, sağında 10.000 nəfər qırılsa, müqəddəs kitab nə olacağını deyir. Sənə xətər dəymez vədi kimə aiddir? Bu vədi almaq üçün onlar nəyə əməl etməlidirlər? Bu, Pasxanı qeyd edənlərə Allahın vədidir. Bugün Allahın həqiqət sözlərini qəlbimizə dərindən həkk edərək, gəlin müqəddəs kitabdan Allahın dünyanı odla mühakimə edəcəyi gün barədə bir neçə detal daha təsdiqləyək. Gəlin birlikdə Yeremiya 4-cü fəsil 9 ayəyə baxaq. Yeremiya kitabının 4-cü fəslinin 9 ayəsində yazılıb. O gün padşahın və başçıların ürəyi, onlar nə edəcəklər? Gedəcəklər belə bəyan edir. Müqəddəs kitabda deyilir ki, onların ürəyi gedəcək, çünki o mənzərə çox dəhşətli və sarsıdıcı olacaq. Kahinlər çaşacaq, peyğəmbərlər, onlar nə edəcəklər? Karıxacaq. Alovlu qiyamətin qalan vaxtı bu kimi səhnələrlə dolu olacaq. İndi isə gəlin Yeremiya 5-ci fəslin bir ayəsinə baxaq. Yeremiya 5-ci fəslin bir ayəsi. Yerusəlimin küçələrini dolaşın, ətrafa baxıb fikirləşin, onun meydanlarını axtarın. Əgər bir nəfər düz iş görən, həqiqət axtaran adam tapsanız, mən o nə edəcək, şəhəri bağışlayaram. Bu, əvvəllər haradasa eşitdiyimiz bir parça kimi səslənmirmi? Müqəddəs kitabda başqa harada belə sözlərə rast gəldik. Sodom və Homorranın məhv edilməsindən əvvəl İbrahim Allaha yalvardı. Sən salihləri də pislərlə birlikdə məhv edəcəksənmi? Şəhərləri xilas etmək üçün lazım olan salih insanların sayını daim azaltdı. Lakin sonda Sodom və Homorrada az sayda salih insan belə tapılmadığı üçün Allah sonda öz hökmünü odla yerinə yetirdi. Burada da Allah deyir, əgər bir nəfər adam tapsanız, mən şəhəri bağışlayaram. Dünya getdikcə daha çox pisləşir, Allahın salihliyindən uzaqlaşır və ruhani cəhətdən sərtləşir. Kimsə deyə bilər, məgər Allahın kilsəsi çox sərt deyil, yalnız müqəddəs kitaba tabe deyilmi? İnsan necə bu qədər boğucu bir şəkildə yaşaya bilər? Allahın kəlamı ilə yaşamaq boğucu deyil. Bu, ən təhlükəsiz, ən mübarək və ən qəti yoldur. Buna görə də bu cür həyatı yaşaya bilən biz olmalıyıq.
또 영위할 수 있는 우리가 되어야 되겠습니다. Vaxtınız olanda xahiş edirəm 2 Peter fəsil 3-cü, Malaki fəsil 4-cü və Sefaniya fəsil 1-cidə təsvir olunan səhnələri də nəzərdən keçirin. Gəlin Yeşaya kitabının 24-cü fəslinin bir ayəsinə baxaq. Yeşaya 24-cü fəsil 1 ayə. Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, dünyanı alt-üst edəcək. Allahın yeri viran edəcəyi ifadəsi qəzəbinin böyüklüyünü göstərir. Müqəddəs kitabda bu ifadə çox yumşaldılmış olsa da, Allahın müqəddəs qəzəbinin əzəmətini görmək olar. Deyilir ki, Allah yeri olduğu kimi qoymur, pisliyi göylərə çatdığı üçün onu xaraba qoyacaq və viran edəcək. Dünyanı alt-üst edəcək, sakinlərini dağıdacaq. Nə xalqla kahin arasında, nə nökərlə ağası arasında, nə qarabaşla xanımı arasında, nə alıcı ilə satıcı arasında, nə borc verənlə borc alanın arasında, nə də sələmçi ilə borc alan arasında heç bir fərq qoyulmayacaq. Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi. Dünya saralıb solur, yer üzü quruyub solur. Dünyanın məğrur insanları məyus olur. Dünyanın sakinləri murdar etdi, çünki Allahın qanunlarını tapdaladı, qaydalarına xor baxdı, əbədi əhdi pozdu. Bu səbəbə görə lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri günahlarının cəzasını çəkir, buna görə yanır, çox az adam sağ qalacaq. Təzə şərab qurtarır, meynələr solur, nə vaxtsa fərəhlənən adamlar kədərlənir. Dəflərin şən səsi kəsilib, sevinç nidası eşidilmir, liraların avazı gəlmir. Bir daha nəğmə oxuyub şərab içmirlər, içkinin dadı içənə acı gəlir. Viran qalmış şəhər xaraba qalıb, bütün evlər qıfıllanıb, heç kim ora girə bilmir. Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar, fərəhdən əsər əlamət qalmadı. Dünyanın sevinci onlara nə oldu? Əsir aparıldı. Şəhər viranə qaldı, darvazaları darmadağın oldu. Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, dünyadakı xalqlar da elə olacaq. Hər kəs belə bir mühiti və atmosferi təsəvvür etməyə çalışın. Bütün bunların fonunda Allahın Siyonda Pasxanı qeyd edənlərdən bəlaları sovuşduracağı, onları xilas edəcəyi və səmavi padşahlığa aparacağı xəbəri, hamı bu ən gözəl və icazkar xəbər deyilmi? Bu, qonşularımızla, ailələrimizlə, qohumlarımızla və ətrafımızdakılarla bölüşməli olduğumuz xəbərdir. Biz dünyaya zərərli bir şey çatdırmırıq. Biz bəşəriyyətə ən böyük faydanı gətiririk. Bir insana yaxşı bir şey verərkən heç tərəddüd edirikmi və ya qorxuruqmu? Deyərsiniz, səninlə bir şey bölüşmək istəyirəm. Mütləq bəyənəcəksən. Sadəcə hələ fərqində deyilsən. İstər uşağınızın, istərsə də valideynlərinizin ad günü olsun, hədiyyə hazırlayarkən onu bunu açanda çox sevinəcəklər düşüncəsiyle vermirsinizmi? Belə bir ürəklə bu hədiyyələri bir-bir paylaşaraq müjdəni təbliğ etməliyik. Məhz buna görə də çatdırdığımız mesaj tam sevinç doludur. Məgər bu mesaj müqəddəs kitabda xoş xəbər mənasını verən müjdə kimi qeyd olunmayıb? Gəlin onu hər yerə təbliğ edək. Allahın iradəsini biz elan etməliyik. Nuhun dövründə dünya su ilə mühakimə olunduğu kimi, Allah da axır günlərdə mühakimə edəcək. Amma bu, yalnız qorxulu və heyrətamiz hadisələrlə bağlı deyil, Allahın xilas vədi də mövcuddur. Buna görə də bütün ruhları Pasxanın həyat həqiqətinə aparaq. Belə bir ürəklə bütün insanlara deyək, bu fürsəti qaçırmayın, ondan mütləq yararlanın.
이번 기회를 Bu son və xüsusi fürsətdir. Buna görə də həyat bayramı olan Pasxada bizə qoşulun 동참하시고 참여해 보십시오. və Allahın nemət və lütfünü alın. 축복과 은혜를 받아가십시오 하는 Bu ürəklə şübhəsiz ki, yeni əhdin qiymətli müjdəsini dünyanın bütün xalqlarına təbliğ etməliyik. 귀한 새 언약의 복음이 반드시 되어야 되겠습니다. Allah bu iki hökmün mütləq yerinə yetəcəyi sözünü vermişdir. 이루어진다라고 말씀을 주셨습니다. Dünya insanları ehtiyatsız davrandığı üçün biz onlara qoşulmamalıyıq. 휘말려 가버리는 우리가 될 것입니다. Əksinə, Allahın təlimləri daxilində əgər Allah bu müqəddəs deyil, 하나님께서 bu ilahi deyil deyirsə, biz o şeyləri özümüzdən uzaqlaşdırmalıyıq. Məgər biz Allahın təlimlərini öyrənib əməl edən Sion xalqı deyilikmi? Elə isə soruşmalıyıq, Sionda hansı təlimlər var? Həm də soruşmalıyıq, Allah bu dövrdə bizə necə yol göstərir? 그걸 늘 Əgər biz Allahın rəhbərliyinə daima diqqət yetirən və ona tabi olan xalqı olsaq, əminəm ki, Allah öz xalqını bu pis, zinakar nəsildə belə əbədi səmavi padşahlığa sağ-salamat aparacaq. 영원한 천국으로 온전히 또 인도해 주실 것을 확신합니다. Beləliklə soruşmalıyıq, Nuhun, Sodom və Gomorranın dövründə insanlar niyə mühakimə olundu? 마지막 이 Və bu son dövr niyə Allahın hökmü ilə üzləşir? 노예 있는가를 Xahiş edirəm, bunu heç vaxt unutmayın. 그러한 Belə yerlərdə insanlar daima Allahın təlimlərinin əksinə hərəkət edirdilər. 행동들을 참고했습니다. Allahın bugün bizə iki hökm və Pasxa vasitəsilə verdiyi dərs budur ki, Nuhun dövründəki insanlar üçün etdiyi kimi bizi bu dövrə hazırlamaq onun iradəsidir. 시대를 노아 때처럼 대비시키기 위한 하나님의 Dua edirəm ki, bunu ürəkdən qəbul edib bu ilki Pasxanı sevinclə qarşılayasınız. 유월절을 또 맞이할 수 있는 여러분 Çoxlu lütf aldığınıza ümid edərək bugünkü xütbəmi yekunlaşdırmaq istəyirəm. Çox sağ olun. 감사합니다.